Yasamalda Qələbə dairəsi yaxınlığında sizlərə çox gözəl təmirli, qanuni 4 otaqlı bir mənzil çəkib təqdim edəcəm. Mənzilimiz İnşaatçılar metrosuna 10-12 dəqiqəlik piyada məsafədə yerləşir, çox yaxındır. Ərazinin ən gözəl, keyfiyyətli binalarından biridir. Burada 16 mərtəbəli binanın 12-ci mərtəbəsindədir. 150 kvadrat sahədən ibarətdir. Sənədlər tam qaydasında, kupça çıxarış mövcuddur, əldədir. Belə dəyərli izləyicilər, bura mənzilin zal hissəsidir. Olduqca geniş bir zalımız var. Hündürlüyünü görürsünüz, hardasa 3.20-3.25 metr hündürlüyü olar. Buradan eyvana keçid də mümkündür. Mənzilin qarşısı açıqdır, gün düşən işıqlı bir mənzildir. Heç bir maneə kəsmir. Döşəmə bambuk, parketdir. Mənzilin təmirində çox gözəl, keyfiyyətli, premium marka inşaat materiallarından istifadə olunub, təmir olunub. Qonaq otağını bu tərəfdən də sizlərə göstərim. Burada mənzilin giriş qapısı yerləşir. Giriş qapıdan daxil olduqda belə bir geniş dəhliz hissə bizi qarşılayır. Sağda mənzilin qonaq otağı yerləşir. Burada mətbəx, bir yataq otağı, ikinci yataq otağı, üçüncü yataq otağımız isə burada yerləşir. Burada isə mənzilin ümumi sanitar qovşağı yerləşməkdədir. Girişdə belə bir qardırop mebelləri quraşdırılmış şəkildədir. Qonaq otağını sizlərə göstərdim. Burada mənzilin mətbəxi yerləşir. Mətbəx mebeli quraşdırılıb. Buradan da qonaq otağından gördüyümüz eyvana keçid mümkündür. Mənzilin təmiri çox gözəldir. Bunu siz evə gəlib baxdıqda da görəcəksiniz. Düzdür, çoxdanın təmiridir, amma ideal vəziyyətdə qalıb. Bura birinci yataq otağımızdır. Buradan da eyvana keçid mümkündür və eyvan plastik pəncərə ilə bağlanılıb. 150 kvadrat sahədən ibarətdir. Sənədlər tam qaydasında, kupça çıxarış mövcuddur, əldədir. Burada növbəti yataq otağımız yerləşir. Əsas yataq otağıdır, valideyn yataq otağı. Olduqca geniş sahəyə malikdir. Əlavə olaraq burada bir sanitar qovşağı da yerləşir. Baxın, bütün aksesuarlar quraşdırılıb, içərisi də olduqca genişdir. Daha sonra ümumi sanitar qovşağını göstəreyim. Baxın, bu formada bütün aksesuarlar quraşdırılmış şəkildədir. Burada isə mənzilin növbəti 4-cü otağı yerləşir. Burada isə mənzilin 4-cü otağı olan 3-cü yataq otağı yerləşir. Uşaq otağı kimi nəzərdə tutulub. İçərisi kifayət qədər genişdir. Belə dəyərli izləyicilər, mənzil haqqında ümumi məlumat verim. Mənzilimiz yerləşir Yasamalda Qələbə dairəsi yaxınlığında İnşaatçılar metrosuna piyada 10 dəqiqəlik məsafədə yerləşir. 16 mərtəbəli binanın 12-ci mərtəbəsində qanuni 4 otaq 150 kvadrat ümumi sahədən ibarətdir. Binanın yeraltı parkinqi, geniş həyəti mövcuddur. Sənədlər tam qaydasındadır, kupça çıxarış mövcuddur, əldədir. Binada qaz, su, işıq fəaliyyəti fasiləsiz şəkildə verilməkdədir. Mənzilin qiyməti ekranda göstəriləcək. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.